Əmək məcəlləsinə təklif edilən dəyişikliklər əmək bazarında yeni mərhələnin başlanğıcı ola bilər. Artıq saatlıq əmək haqqı sistemi hüquqi çərçivəyə salınır. Bu isə həm işə götürənə, həm də işçilər üçün yeni imkanlar və suallar deməkdir. Hazırda əmək haqqı əsasən aylıq şəkildə hesablanır. Ancaq bu qısa müddətli və qeyri-daimi işlər üçün müəyyən çətinliklər yaradır. Təklif olunan saatlıq əmək haqqı sistemi bu boşluğu aradan qaldırmağa yönəlib. Yeni Sabah AzXəzər xəbərə istinadla məlumat verir ki, millət vəkili Vüqar Bayramovun sözlərinə görə yeni mexanizm işçinin faktiki işlədiyi saatlara uyğun olaraq əmək haqqı almasını nəzərdə tutur. Bu sistem xüsusilə müvəqqəti işlər, freelans fəaliyyəti və yarımştat iş yerləri üçün daha şəffaf və çevik imkanlar yaradacaq. Eyni zamanda bu sistem işçilər üçün əlavə üstünlüklər də təmin edəcək. Millət vəkilinin sözlərinə görə şəxs gündəlik müəyyən edilmiş iş saatından artıq çalışdıqda, eləcə də bayram və istirahət günlərində əmək haqqı fərqli qaydada hesablanacaq. Əlavə edək ki, hazırda ölkədə fəaliyyət göstərən bəzi restoranlarda artıq saatlıq əmək haqqı sistemi tətbiq edilir. bu hallarda bir saatlıq ödəniş 2-3 manat arasında dəyişir.